Salam, proqramlaşdırma dünyasına super maraqlı bir səyahətə hazırsınız. Yadınızdadır, 7-ci sinifdə ilk kodlarımızı yazırdıq, indi isə o ilk addımlardan bugün istifadə etdiyimiz o nəhəng, mürəkkəb proqramlara qədər uzanan bir yola çıxırıq. Gəlin birlikdə baxaq görək, bu sehirli dünya əslində necə işləyir? Heç fikirləşmisiniz məsələn, hər gün saatlarla istifadə etdiyimiz o Instagram ya da sevimli oyunumuz Minecraft, bunlar aslında necə yaranır? İlk baxışdan sanki bir sehir kimidir, deyilmi? Amma əslində hər şeyin arxasında çox dəqiq bir məntiq var. Dəqiq bir plan və əlbəttə ki, güclü bir proqramlaşdırma dili. Gəlin bu sirrin pərdəsini birlikdə aralayaq. Yadınızdadır bu tısbağa. Əminəm ki, 7-ci sinifdən hamımıza tanışdır. AlpLogo ilə bir kvadrat çəkmək bizim proqramlaşdırmadakı ilk addımımız idi. Çox sadə, hə? İndi isə gəlin digər tərəfə baxaq. Instagram, Minecraft, hər gün istifadə etdiyimiz nəhəng proqramlar. Sual budur, biz o balaca, sadə kvadratdan bu mürəkkəb, nəhəng dünyaya necə gəlib çıxırıq axı? Deməli, bu işin bir sirri var. Bütün peşəkar proqramçılar fərqi yoxdur. İstər balaca bir proqram yazsınlar, istərsə də nəhəng bir oyun, hamısı həmişə eyni 6 addımlı plana əməl edir. Bu, elə bil ki, onların ideyaları reallığa çevirmək üçün istifadə etdikləri gizli bir yol xəritəsidir. Və budur o 6 addım. Gəlin baxaq. Təhlil, layihə, kodlaşdırma, testlənmə, tətbiq etmə və müşayiət. Fikir verin, bunlar xaotik deyil. Hamısı bir-birini izləyir. Yəni, birbaşa kod yazmağa başlamırıq. Əvvəlcə plan qururuq. Proqramı istifadəçilərə verməzdən əvvəlsə dəfələrlə yoxluyuruq. Hər bir addım sonrakının uğurlu olması üçün həyati əhəmiyyət daşıyır. Gəlin ilk 3 addıma daha yaxından baxaq. Bu, əsl yaradıcılıq prosesidir. Birinci, təhlil. Yəni, beynimizdəki o fikri aydınlaşdırırıq ki, biz nə düzəltmək istəyirik? Bu proqram nə işə yarayacaq? Sonra, ikinci addım, layihə. Eyni ilə bir memarın binanın cizgilərini çəkdiyi kimi, biz də proqramımızın planını, sxemini hazırlayırıq. Və nəhayət, üçüncü addım, kodlaşdırma. Ən həyəcanlı hissə. Artıq klaviatura arxasına keçib, o möhtəşəm planı həyata keçirməyə başlayırıq. Yaxşı, proqram hazırdır. Və sonra, növbəti 3 addım yaratdığımız bu şeyi dünyaya təqdim etməkdir. 4-cü addım, testləmə. Bütün səhvləri, yəni proqramçıların dediyi kimi, o məşhur baqları tapıb düzəldirik. Sonra 5-ci addım tətbiq etmə. Yəni proqramı paketləyib istifadəçilərin telefonlarına, kompüterlərinə göndəririk. Və son olaraq 6-cı addım müşayiət. Bu nə deməkdir? Yəni proqramı buraxıb getmirik. Onu daim yeniləyirik, təhlükəsiz saxlayırıq və istifadəçilərin suallarına cavab veririk. Okey, planımız var. Bəs bu planı həyata keçirmək üçün bizə nə lazımdır? Əlbəttə ki, güclü bir alət. AlpLogo əsasları öyrənmək üçün super idi, amma indi səviyyəni artırmaq vaxtıdır. Gəlin, peşəkarların aləti olan Python ilə tanış olaq. Yaxşı, bəs niyə məhz Python? Niyə bütün dünya bu dildən danışır? Bunun əslində 3 çox sadə səbəbi var. Birincisi, o inanılmaz dərəcədə asan və sadədir. Yazdığınız kod sanki ingilis dilində adi bir cümləyə oxşuyur. İkincisi, o hədsiz dərəcədə güclüdür. Veb-saytlardan tutmuş, süni intellektə qədər ağlınıza gələn hər şeyi onunla yaratmaq mümkündür. Və üçüncüsü, bəlkə də ən vacibi, siz heç vaxt tək qalmırsınız. Arxanızda sizə kömək etməyə hazır milyonlarla proqramçıdan ibarət nəhəng bir ordu, yəni cəmiyyət var. Bir anlıq düşünək. Hər gün istifadə etdiyimiz Instagram, saatlarla video izlədiyimiz YouTube, musiqi dinlədiyimiz Spotify və hətta kosmosu araşdıran NASA. Bütün bu nəhəng şirkətlərin, bu fərqli proqramların ortaq bir cəhəti var. Bilirsiniz nədir? Onların hamısı öz gücünü Pythondan alır. Bu sadəcə möhtəşəmdir, deyilmi? Yaxşı, biz kodu yazırıq, məsələn, irəli 100. Amma bir problem var. Kompüterlər bizim dilimizi, bizim əmrlərimizi başa düşmür. Onların anladığı yeganə dil var. O da sıfırlar və birlərdən ibarət olan maşın dilidir. Elə isə bizim yazdığımız o aydın kod, o sıfırlar və birlərə necə çevrilir? Bax, bu məqamda bizim köməyimizə xüsusi proqramlar, yəni tərcüməçilər gəlir. Gəlin belə təsəvvür edək. Siz Azərbaycanca danışırsınız, amma qarşınızdakı insan ancaq Yaponca bilir. Aranızda bir tərcüməçi lazımdır, düzdürmü? Bax, bu proqramlar da eyni işi görür. Sizin yazdığınız kodu götürür və onu anında kompüterin başa düşdüyü o sıfır və birlərin dilinə, yəni maşın koduna çevirir.
Bu tərcüməçilərin də əsasən iki növü var: kompilyator və interpretator. Kompilatoru belə düşünün. O, bütün kitabı əvvəldən axıra oxuyur, sonra bütöv bir tərcümə hazırlayır. Interpretator isə daha fərqlidir. O, cümlə-cümlə oxuyub dərhal tərcümə edir. Və bilin görək Python hansını istifadə edir? Bəli, interpretatoru. Bu bizim üçün niyə yaxşıdır? Çünki biz kodu yazan kimi o sətir-sətir yoxlayıb dərhal nəticəni göstərir. Bu da səhvləri tapmağı inanılmaz dərəcədə asanlaşdırır. Bütün bu yeni və maraqlı məlumatlardan sonra gəlin bir anlıq səyahətimizin lap əvvəlinə qayıdaq. Yadınızdadır? O sadə, balaca kvadrata. Amma bu dəfə fərqli olacaq. Çünki indi əlimizdə yeni və daha güclü bir alət var. Python'ın ən möhtəşəm super güclərindən biri onun modullarıdır. Modulları hazır alət qutuları kimi düşünün. Məsələn, sizə çəkic lazımdırsa, bütün alətləri yenidən düzəltmirsiniz, sadəcə çəkic olan qutunu götürürsünüz. Python'da da belədir. Sadəcə import sözü ilə istədiyiniz alət qutusunu proqramınıza daxil edirsiniz. İndi bizə nə lazımdır? Şəkil çəkmək, hə? Problem deyil. AlphaLogo'dakı tısbağanın eynisi olan Turtle modulunu, yəni tısbağa alət qutusunu çağırırıq. Və budur. Gəlin baxaq. Solda bizim köhnə dostumuz AlphaLogo'nun kodu, sağda isə yeni alətimiz olan Python'ın kodu. Nəticəyə baxın, hər ikisi də eyni, mükəmməl bir kvadrat çəkir. Bəli, istifadə etdiyimiz sözlər, yəni kodun sintaksisi fərqlidir. Amma əsas məsələ nədir? Arxasındakı düşüncə tərzi, məntiq tamamilə eynidir. Heç nə dəyişməyib. Deməli, buradan çıxaracağımız ən vacib nəticə nədir? O da budur ki, siz sıfırdan başlamırsınız. Sizin artıq sahib olduğunuz o məntiqi düşünmə bacarığını sadəcə olaraq daha güclü bir alətlə birləşdirirsiniz. Başqa sözlə desək, siz sadəcə olaraq səviyyə atladınız. Beləliklə, indi sizin əlinizdə hər şey var. Peşəkarların istifadə etdiyi bir yol xəritəsi və Python kimi super güclü bir alət. Əsl səyahət əslində elə indi başlayır. O ilk balaca kvadratdan bugünə qədər gəldiniz. İndi sual budur. Bundan sonra nə olacaq? Sənin yaradacağın o möhtəşəm proqram, o yeni oyun nə olacaq? Unutma, yeganə sərhəd sənin öz təxəyyülündür.